Salam əziz dinləyicilər, xoş gördük hər birinizi Zehin Podda. Mən Murad. Salamlar, mən də Leyla. Bugün yenə çox maraqlı bir mövzuyla qarşınızdayıq. Bəli Leyla. Bugün bir psixiatrın öz təcrübəsindən yazdığı xatirələrə baş vuracağıq. Kitabın adı Bir Psixiatrın Gizli Dəftəri. Adı kimi özü də çox intriqalıdır. Elədir. Bu qeydlər deməli həkimin karyerasının ilk illərini əhatə edir. O dövrdə qarşılaşdığı qeyri-adi, hətta belə deyim, bəzən anlaşılmaz görünən psixoloji hadisələr, insan zehninin dərinlikləri həqiqətən. Məqsədimiz də bugün bu xatirələrdən bəzi heyrətamiz hallar üzərindən danışmaqdır. Görək, psixoloji problemlər necə fərqli, gözlənilməz formalarda üzə çıxır. Həm də diaqnoz qoymağın çətinlikləri var təbii ki. Və ən əsası zehnin bədənə təsiri. Bu çox güclü bir əlaqədir. Bəli. Çox diqqət çəkən bir hadisə var kitabda. Bir məktəbdə baş verir, xor məşqi zamanı. Birdən-birə uşaqlar bir-birinin ardınca huşunu itirir, xəstələnirlər. Heç bir aydın səbəb olmadan. Bəli. İlk ağla gələn nə olur? Zəhərlənmə. Təbii, hamı ondan şübhələnir. Amma işin qəribə tərəfi odur ki, bütün analizlər, yoxlamalar heç nə tapılmır. Nə bir toksin, nə bir virus, heç nə. Bax, bu, Murad, çox klassik bir kütləvi psixogen xəstəlik nümunəsidir. Yəni, köhnə adı ilə desək, kütləvi isteriya. Kütləvi isteriya. Bu necə baş verir? Yəni, ortada heç nə yoxdursa, uşaqlar niyə həqiqətən xəstələnir? Orada fiziki bir səbəb yoxdur, amma psixoloji faktorlar çox güclü rol oynayır. Qrup içindəki gərginlik, təşviş, stres, hətta təlqin. Bunlar bir növ zəncirvari reaksiya yaradır. Necə yəni təlqin? Məsələn, kitabda təsvir olunan hadisədə deyilir ki, ilk uşaq yıxılır, bəlkə də yüngülcə yaralanır. Digər uşaqlar bunu görür. Və qorxurlar. Əlbəttə, qorxurlar, həyəcanlanırlar və o qorxu, o təşviş bədəndə real, fiziki reaksiyalar yarada bilir. Üstəlik biri yıxılanda digər də düşünür ki, görəsən mənə də nəsə olacaq. Və bu fikir özü belə simptomları tətikləyə bilir. Elə bir psixoloji yoluxma baş verir. Çox maraqlıdır. Bəs həkim, yəni Dr. Small, bu işi araşdıranda valideynlərin, məktəb rəhbərliyinin reaksiyası necə olur? Yəqin ki, bu psixoloji izahı elə də asan qəbul etmirlər. Qətiyyən, çox böyük müqavimətlə qarşılaşır. Təsəvvür elə, sən valideynsən, uşağın xəstələnib, huşunu itirir. Sənə də deyirlər ki, narahat olmayın, bu psixolojidir. Adam istər-istəməz düşünər ki, yox, mənim uşağım özünü tullamır, həqiqətən xəstədir. Fiziki bir şey axtarır insan. Tamamilə. Heç kim övladının və ya şagirdinin, belə deyək, xəstəlik nömrəsi çıxardığını düşünmək istəmir. Onlar əmindirlər ki, ortada real, fiziki bir problem var. Hətta xatirələrdə yazılır ki, valideynlər, bəzi müəllimlər qəribə nəzəriyyələr irəli sürürlər. Güya kimsə hansısa dəli məktəbə gizlicə qaz buraxıb. Vay canana, fantastik səslənir. Elədir. Bu, əslində, zehnin bədənə təsir edə bilməsi fikrini, yəni psixoloji stressin real fiziki simptomlar yaratması ideyasını qəbul etməyin nə qədər çətin olduğunu göstərir. İnsanlar buna inanmaqda çətinlik çəkir. Bəs o fiziki simptomların mexanizmi nədir? Dedin ki, realdır. Baş gicərlənmə, ürək döyünmə, keyləşmə, hətta bayılma. Bunlar necə yaranır axı, əgər zəhər yoxdursa? Bunun fizioloji izahı var, əlbəttə. Güclü təşviş, qorxu hissi bədənin döyüş və ya qaç reaksiyasını aktivləşdirir. Bu zaman nəfəs alma tezləşir, amma səthiləşir. Buna hiperventilyasiya deyilir. Hiperventilyasiya. Tez-tez dayaz nəfəs almaq. Bəli. Bu zaman qanda karbon qazının səviyyəsi kəskin aşağı düşür və bu dəyişiklik birbaşa beyinə təsir edir. Həmçinin ətraflara gedən qan damarlarını daraldır. Nəticədə nə olur? Baş gicəllənmə, əllərdə, ayaqlarda iynə batma hissi, keyləşmə, görmədə bulanıqlıq, ürək döyüntülərinin sürətlənməsi, hətta huşunu itirməyə qədər gedib çıxa bilir. Yəni, bunlar tamamilə real, fizioloji reaksiyalardır. Sadəcə tetikləyicisi psixolojidir. Deməli, beyin bədənə səhv siqnallar göndərir elə bil, qorxu üzündən. Bir növ elə. Bədən real təhlükə varmış kimi reaksiya verir. Halbuki təhlükə insanın öz zehnindəki qorxudur.
Və qrup effekti də bunu gücləndirir. Başqasının da eyni halda olduğunu görmək o qorxunu daha da artırır. Simptomları sanki yoluxucu edir. Çox təsirli mexanizmdir. Amma kitab təkcə bu hadisədən ibarət deyil, eləmi? Psixiatrın özünün də, yəni Dr. Small'un peşəkar kimi yetişmə prosesi, çətinlikləri təsvir olunur. Bəli, bu da kitabın çox vacib bir qatıdır. Həkimin öz təcrübəsizliyi, bəzən səhv etməsi, öyrənməsi, məsələn, onun supervizorləri ilə münasibətləri var. Biri Dr. Lockton, deyəsən ondan biraz çəkinir, hətta tənqid edir. Hə, Dr. Lockton biraz daha sərt, bəlkə də köhnə nəsil psixiatr kimi təsvir olunur. Elədir. Digəri isə Dr. Sandler'dir. O, daha anlayışlı, daha dəstəkləyici bir fiqurdur. Dr. Small ondan daha çox şey öyrənir. Bu, gənc bir mütəxəssisin mentorluğa, düzgün rəhbərliyə nə qədər ehtiyacı olduğunu göstərir. Pasiyentlərlə münasibətlər də var. Məsələn, Sherry adlı bir pasiyent var. Çox cazibədar davranır, hətta həkimə qarşı uyğunsuz hərəkətlər edir. Bu da yəqin ki, təcrübəsiz həkim üçün çətin bir sınaqdır. Əlbəttə. Bax, burada psixoterapiyada çox vacib bir anlayış ortaya çıxır. Ekstransferensiya, yəni terapevtin pasiyentə qarşı özünü şuursuz emosional reaksiyaları. Həkimin öz hissləri. Bəli. Məsələn, Sherry hadisəsində Dr. Lockton bunu sadəcə pasiyentin aktarımı kimi yozur. Yəni, pasiyent keçmişdəki münasibətlərini, hisslərini həkimə proyeksiya edir. Bu, klassik bir izahdır. Amma bəlkə də tam deyil. Dr. Sandler fərqli yanaşır. O, vəziyyətin daha mürəkkəb, hətta təhlükəli ola biləcəyini görür. Pasiyentin davranışının arxasında daha dərin problemlər, məsələn, sərhəd şəxsiyyət pozuntusu kimi bir vəziyyətin əlamətləri ola biləcəyini düşünür. Bu, qeyri-sabit duyğular, impulsiv davranışlar, qorxulu münasibət paternləri deməkdir. Yəni, həkimin öz hisslərini, reaksiyalarını anlaması, təhlil etməsi çox vacibdir. Özü də bu prosesin bir parçasıdır. Tamamilə. Terapevtin özünü tanıması, özünün kor nöqtələrini bilməsi müalicənin effektivliyi üçün həyati əhəmiyyət daşıyır. Kitabda həkimin özünün də bəzən rəqabət hissi, özünə inamsızlıq kimi məsələlərlə boğuşduğu göstərilir. Və bəzən pasiyentlərin problemləri onun öz daxili çətinlikləri ilə rezonans yaradır. Bu çox incə məqamdır. Bütün bunlar zehnin bədənlə əlaqəsinin nə qədər mürəkkəb olduğunu bir daha göstərir. Hətta yalançı hamiləlik kimi hallarda təsvir olunur kitabda deyəsən. Psodosiyezi. Bəli, psodosiyezi. Bu da çox heyrətləndirici bir fenomendir. Qadın hamilə deyil, amma hamiləliyin bütün fiziki əlamətlərini yaşayır. Qarnı böyüyür, ürək bulanması olur, süd vəziləri şişir, hətta bəzən doğuş sancılarına bənzər ağrılar hiss edir. İnanılmazdır. Zehin necə belə bir şey yarada bilir? Güclü arzu, dərin psixoloji ehtiyaclar və bəzən də itki travmaları bu cür fiziki təzahürlərə səbəb ola bilir. Zehin o qədər güclüdür ki, bədəni tamamilə olmadığı bir vəziyyətə inandıra bilir. Deməli, bu xatirələr bizə həm psixoloji problemlərin müxtəlif üzlərini, həm diaqnozun çətinliklərini, həm də həkimin özünün öyrənmə və inkişaf yolunu göstərir. Elədir. Və psixiatriyanın bəzən üzləşdiyi ön yarğılarını da görürük, hətta digər tibb sahələrindəki həmkarlar tərəfindən. Məsələn, katatonik vəziyyətdə olan, yəni hərəkətsiz, donub qalmış Heather adlı bir pasiyent var. Başqa bir həkim, Dr. Porter, ona çox səthi yanaşır, vəziyyətini ciddiyə almır kimi görünür. Yəni, psixiatrik problemlər hələ də bəzən tam anlaşılmır, hətta tibb ictimaiyyatında belə. Təəssüf ki, bu cür hallar olur, amma kitab həm də onu göstərir ki, səhvlərdən nəticə çıxarmaq, daim öyrənmək, məsləhət almaq çox vacibdir. Ən təcrübəli mütəxəssislər belə bəzən çətinliklərlə üzləşir, başqasının fikrinə ehtiyac duyur. Bu, təbii bir prosesdir. Həqiqətən də bu müzakirə çox düşündürücüdür, Leyla. İnsan gündəlik həyatına baxır. Bəzən hiss etdiyimiz o səbəbsiz yorğunluqlar, ağrılar, narahatlıqlar, görətən onların nə qədərinin arxasında bizim öz düşüncələrimiz, stresimiz, sosial mühitimiz dayanır. Çox yaxşı sualdır, Murad. Bəlkə də bəzi fiziki siqnallar əslində zehnimizin bizə deməyə çalışdığı başqa bir şeyin ifadəsidir. Bir narahatlığın, bir ehtiyacın, bir qorxunun bədəndəki əksi. Hə, elə bil bədən danışır, amma biz onun dilini həmişə başa düşmürük. Kütləvi reaksiyalara baxaq. Məsələn, sosial mediada birdən bir mövzu trend olur, hamı eyni emosiyanı yaşayır, eyni cür reaksiya verir.
Bunun da arxasında bəlkə o kütləvi psixogen mexanizmlərə bənzər bir şey var. Ola bilər. Qrup psixologiyası, təlqin effekti, bunlar müasir dünyada da çox aktualdır. Texnologiya bunu daha da sürətləndirib. Düşünməyə dəyər, həqiqətən. Bu gizli dəftər sadəcə keçmişə aid hekayələr deyil, bu günümüz üçün də çox vacib mesajlar verir. Tamamilə razıyam. Zehin və bədən, onlar ayrılmaz bir vəhdətdir. Bunu anlamaq, özümüzü və ətrafımızdakiları daha yaxşı başa düşməyə kömək edər. Əziz dinləyicilər, ümid edirik ki, bu dərin müzakirə sizin üçün də maraqlı və faydalı oldu. İnsan zehninin bu qeyri-adi tərəfləri haqqında düşünmək həmişə maraqlıdır. Əgər bu söhbətimiz xoşunuza gəldisə, Zehin Pod kanalımıza abunə olmağı unutmayın. Həmçinin bu bölümü bəyənə bilərsiniz ki, daha çox insana çatsın. Fikirlərinizi, suallarınızı rəylərdə bizimlə bölüşə bilərsiniz. Bəlkə sizin də bu mövzu ilə bağlı təcrübələriniz və ya düşüncələriniz var. Növbəti dəfə yeni mövzular və yeni müzakirələrlə görüşənədək sağ olun.